Salam aleykum. Demək, kalium hidroksid. Burada əsasən 400 millilitr, qatlıq da 3-dür. Yəni həcm 0,4 vur 3, bu 1,2 mol eləyir. Orta fosfat da deməli H3PO4-dür. Təbii ki, burada da həcm 0,3 litrdir, qatlıq da 1, bu da 0,3 mol eləyir. Burada deməli 1,2 kalium var. 1,2 OH var. Eyni zamanda 0,9 mol H var. 0,3 mol da PO4 iyonu var. Təbii ki, burada əsasən kalium 3PO4 normal duz alıcı, bu aydın məsələdir. Və bu zaman deməli OH ilə H burada su kimi çıxacaq. 0,9 H ilə 0,9 OH gedir, qalır burada 0,3 OH. Və buradan da deməli artıq görürük ki 1,2 mol deməli kalium qalıbdır. Təbii ki 1,2-ni bölürəm bu qarışdırılan məhlulların həcmlərinin cəminə, yəni 0,7-yə, 0,4-dən 0,3. Bu olur kalium iyonunun qatlığı, yəni alınan məhlulda. Eyni zamanda OH iyonunun qatlığı da, yəni OH nə qədərdir? 0,3. Bunu da bölürəm yenə həcmlərin cəminə. Və buradan biz bunu artıq bu şəkildə gətiririk. Burada deməli 1,2 bölü 0,7 bölünsün 0,3 bölünsün deməli 0,7. Sonra bu vuraq olur. Bunlar yerini dəyişirlər. Vəssalam 0,7-lər ixtisar gedir və 1,2-ni 0,3-ə böləndə 4 edir. Bunu başqa bir yolla da eləmək olar. Yəni kalium hidroksid və orta fosfat turşusu normal duzun əmələ gəlməsi üçün 3/1 nisbətində deməli reaksiya daxil olurlar. Bu zaman 3 deməli 3H2O, yəni artıq solda və sağda deməli əmsallar eynidir. Və burada dedik ki bu 0,4 vur 3, bu 1,2 molda aşağı 3 yazıram. 0,3 vur 1, bu da 0,3 da aşağı 1 yazıram. 1,2-ni 3-ə böləndə 0,4, 0,4, bu da 0,3. Hansı kiçiksə o tam sərf olunur və onunla işləyəcəyik. Deməli biz kalium 3PO4-ü onun köməyi ilə tapırıq. Çünki tədə kalium 3PO4 alınıb axı. Və tapıram ki kalium 3PO4 0,3 mol alındı. Bu zaman kalium OH artıq qalır. Yadımda saxlayıram ki 1,2-dir və 0,3 orta fosfat sərf olunur. Bu nə qədər sərf olunur? Baxıram bu 0,9 sərf olunur. Qabaq da 1,2 idi. Qaldı 0,3 kalium hidroksid. Və həqiqətən də görürsünüz ki burada 0,9, burada 0,3, burada 1,2 deməli kalium OH eləyir. Bölürəm yenə bunu həcmlərin cəminə. OH da baxın 0,3 eləyir. Bunu da bölürəm həcmlərin cəminə və bayaqki prosesə gəldik, yaxınlaşdıq və eyni şey əldə olundu.